mövzuya. Birinci sualda 16 ilə 32-ni toplayır 48. 33 ilə 15 toplayır 48. Hamısının cəmi 48 verir. Sonda cəmi 48 olan variant D variantıdır. 18 və 30 48. İkinci sualda nə edir? Bu dairələrin içindəki 7 və 6-nın sondan başlayaq daha doğrusu. 5 ilə 4-ü götürür 54. Bu 54-ü 6-ya bölür. İndi 6-ya bölməyin xüsusi bir səbəbi yoxdur. Eləyir 9. Görək sonra necə olur. 6 ilə 5-i götürür 65. 65-dən 13 almaq üçün bu dəfə 5-ə bölür. 65-i 5-ə böləndə 13. Sonra 9 ilə 6-nı götürür. Yəni dairələrin içindəki rəqəmləri götürür, ədədə çevirir. 96 bölünsün 4 eləyir 24. Sonra 6 ilə 9-u götürür 69. 69 bölünsün 3 eləyir 23. Deməli, baxıram ki, 6-ya böldüm, 5-ə böldüm, 4-ə böldüm, 3-ə böldüm, indi 2-yə bölməliyim. 7-ni götürürəm, bir də 6-nı götürürəm, 76. 2-yə bölürəm, eləyir 76 bölü 2, 38. Yəni, bunu çalışın əzbərləyin. Üçüncü sualda baxıram ki, özü qalın xətlərlə ayrıbdır. 4 hissəyə ayırıb sanki. Onda belə ola bilər. Ya hər 4 dənənin ədəd kimi cəmi, ya da ki, rəqəm kimi cəmi. Yoxlaya bilərəm. Ədəd kimi ödəməyəcək, rəqəmlərinə baxaq. Bunun rəqəmlərini toplasam 5, 6, 12, 15, bu da 10, 25. Buradakı hər bir 4 ədədin rəqəmlərinin cəmi eləyir 25. Bunu da rəqəmlərini toplayaram, eləyəcək 25, yəni özünüz yoxlayarsınız. Sonuncuya baxaq. 2 üstə gəl 3, 5, üstə gəl 9, 14, üstə gəl 6, 20, 20-nin üstünə nə gəlsəm 25 eləyər 5. İndi 5 gəlmək üçün də variantlardan elə bir ədəd seçməliyəm ki, rəqəmləri cəmi 5 olsun. 14-ü götürsəm, qoysam bura, rəqəmləri cəmi 5 eləyəcəkdir, onda olacaq 25. Baxırıq 4-cü suala. 4-cü sual Fibonacci ədədləridir. Yəni cədvəl dairəvi diaqram verib, 7 üstə gəl 4, 11. 4 ilə 11-i toplayıram 15. 11 ilə 15-i toplayıram 26. Onda ən sonunda 41 ilə 67-ni toplayaram 108. Fibonacci ədədləri. 5-ci sual da qəbul sualıdır, amma ki, nisbətən köhnədir. 1, 3, 4 toplayıram, bunları eləyir 8, üstünə 1 gəlmişəm 9. 5 ilə 2-ni toplayıram 7, üstünə 1 gəlmişəm 8. 1 ilə 7-ni toplayıram 8, üstünə 1 gəlirəm 9. Onda 1, 8, 2, 11 eləyir, üstünə 1 gəlirəm 12. 6-nın yolu budur ki, burada çətinlik ondadır ki, ədədləri tərs veribdir. Bu 72 əslində 27 olmalıdır. Bu da əslində 12 olmalıdır. 12-dir, 21 olmalıdır. Baxaq görək, bunlar necə alınır. Götürür 8 ilə 1-i. Bunları dəyim, yəni bunları elə normal ədəd kimi götürür, toplayır. Eləyir 9. Vurur 3-ə, olur 27. Sonra 8 ilə 1-i çıxır, eləyir 7. Vurur 3-ə, olur 21. Düz, indi biraz ağla gəlməyən yolda, amma ki, əzbərləyə bilərsiniz. Yəni, əgər təkrar sual kimi düşsə, yazarsınız. Bunları da gəlin tərs çevirək, yoxlayaq. Bu 24-dür, bu 12-dir. İndi burada 3-ə vurma hardan gəldi? Əslində özümüzdən. 6 ilə 2-ni götürürəm, toplayıram, eləyir 8. Vururam 3-ə, eləyir 24. 6 ilə 2-ni çıxıram, 4. Vururam 3-ə, 12. Sualın özünə gəlsək, sualda da çünki bir şey var. Burada 93-ü çevirirəm, olur 39. 51-i çevirirəm, olur 15. İndi bunlara gəlin, birinə A deyək, birinə B deyək. Bu A ilə B-ni toplayıblar, vurublar 3-ə. Olub 39. A ilə B-ni çıxıb 3-ə vurublar, olub 15. 15. Burada onda hər tərəfi 3-ə bölək, sistem tənliyi alınsın, baxaq. Deməli, A üstə gəl B vur 3, 39-dursa, onda 3-ə bölsəm, A üstə gəl B olur 13. İndi A çıxılsın B-ni 3-ə vuranda 15 edibsə, onda 3-ə bölürəm, A çıxılsın B olur 5. Burada variantlarla baxa bilərəm də, yəni 9 ilə 4-ü toplayanda 13 eləyir, çıxanda 5 eləyir. Deməli, bu düzdür. O birlərini də ödəmir. Ya da ki, sistem tənliyi kimi toplayanda bunlar gedəcək. 2A bərabərdir 13 üstə gəl 5, 18. A-nı tapanda da 18 bölü 2, 9. Yəni A-nı tapdımsa yerinə qoyuram, bunu tapıram. 7-ci sualda belə təxmini bilməliyik ki, ən azından bunu bilməliyik ki, bu çöldəki 4 ədəd, baxın, eyni fiqurun içindədir bu 4 ədəd. Bu dairə isə elə bir ki, fərqlənib dairənin içindəki ədəd. O 4 ədəddən bunu almağa çalışaq. Bunun üçün bunları, məsələn, belə qruplaşdırıb yoxlaya bilərəm.
Ən birinci 4-ünü də toplayıb nəsə eləməyə çalışaram. Alınmasa 2-2 qruplaşdıraram. Məsələn, bu ikisi ilə bu ikisi. Alınmasa bu ikisi ilə bu ikisini yoxlayaram. Alınmasa çarpaz yoxlayaram. Bir də əməllər də, yəni toplama da ola bilər, vurma da ola bilər, çıxma da ola bilər. Biri toplama, biri vurma ola bilər. Burada çarpazdır. Yəni 8 ilə 5-i götürür. 8 ilə 5-i vurur bir-birinə, 40 eləyir. 4 ilə də 6-nı götürür. Toplayır, 10 eləyir. Sonra onları bir-birinə bölür. Yəni bir neçə əməl var burada. 40 bölünsün 10 bərabər 4. Bir daha yoxlayaq. Məsələn, bunun üstündə yoxlayaq. 7 ilə 8-i vurur bir-birinə. 56. Sonra bunları toplayır. 9 üstə gəl 5. 14. 56-nı bölür 14-ə bərabərdir 4. Cavaba gəlsək, 4 vur 9, 36. 6 üstə gəl 0 eləyir 6. Bunları böləndə bir-birinə eləyir 6. A variantı. 8-ci sualda nə etməli idik? Çoxlu ədəd var. Demişik ki, bu qədər çox ədəd olanda nəsə toplama ilə bağlı bir şey olmalıdır. Ya ədədlərin özün, ya da rəqəmləri. Bunlar onsuz da elə bir rəqəmlidir hamısı. Və görürəm ki, ədədlər sanki qruplaşdırılıb. Baxın, ən ortada 4 dənə ədəd var. Sonra 4 dənə ədəd yenə var. Çöldə də yenə 4 dənə ədəd var. Onda mən də qruplaşdırım, cəmliyim. Alınmasa elə hamısını birdən cəmləyərəm. Baxın, 5, 9, 7, 3. Bu 4 dənəni toplayanda eləyir 14, 21, 24. Sonra bu biri 4 dənəni toplayanda eləyir 11. Yəni içəridəki, ortadakı 4 dənəni. 11. İndi ən ortadakı 4 dənəni, ən içəridəki 3, 6, 1, 3 eləyir 13. Baxın, 24-dən 11-i çıxsam 13. Ya da ki, tərsinə. Məsələn, içəridəki 2 dənənin cəmi, 11, 13-ün cəmi 24. Yenə yoxlasam ödəyəcək. Gəlin, keçirəm cavaba. 5, 7, 3, 8. Bunları toplayanda eləyir 23. Bunları toplasam 1, 2, 4, 3. Eləyir 10. Onda 23-dən 10 çıxanda mənə 13 verməlidir. Görək 13 verir ya yox. 5, 1, 2. Toplayanda 8 eləyir. 13 olması üçün 5 vahid çatışmır. Deməli, cavab olur 5. A variantı. 9-a nə edib? Baxın, 7 ilə 9 quruluş olaraq harasa bir-birinə oxşuyur. Yəni ki, kənardakı 4 dənədən bu ortanı almalıyım. Yenə qruplaşdırıb da baxa bilərəm. Birinci hamısını cəmləyib də yoxlaya bilərəm. 9, 7, 4, 6. Bunların 4-ünü də toplasam eləyir 26. Deyirəm ki, 26-nı 2-yə bölsəm 13 eləyər. Görüm hamısını da ödəyir ya yox. 5, 4, 5, 8. Bunları toplayıram. Eləyir 22. 2-yə bölsəm 11. Onda cavaba keçək. Burada da yoxlayıram, ödəyir. Keçirəm cavaba. 3, 8, 2, 5. 18 eləyir. 2-yə bölürəm 9. Qaldı son sual. Bizdə məsələn belə bir sual yox idi, amma indi quizin içində bunu gördük. Artıq yadda saxlaya bilərik. Bizdə məsələn piramida tipli sual var idi. Sırf bu yox idi. Burada nə edə bilərəm? Baxıram ki, 7 yazılıb. Burada 10 və 4 var. Cəmi 14 eləyir. Sonra elə-belə bunu da cəmi yoxlasam 9, 6, 6, 21 eləyir. Sanki 7, 7 artır. Amma necə artır? Yəni, burada bir dənə kvadrat varsa, olub 7. Yuxarıda 2 dənə kvadrat var. Cəmi 14 olub. 3 dənə kvadrat olanda cəmi 21 olub. Deməli, hər kvadrat başına sanki bir dənə 7 artır. Kvadratların sayına görə bir dənə 7 artır. Məsələn, bunu necə yoxlaya bilərəm? Suala keçməmiş. Baxıram, 8-in 6-nın cəmi 14. Yəni, 2 dənə kvadrat var idi, sanki 2-ni vurdu 7-yə 14. Burada 3 dənə kvadrat var, toplayıram için 21. Yəni, 3 vurulsun 7, 21. Belə bir qanuna uyğunluq tapdım təsadüfən. 8-lər də ola bilərdi burada, 9-ların da cəmi ola bilərdi. Burada baxın 4 dənədir. Toplayanda bizə verir 28. Yəni ki, 7-nin 4 qatı. 4 dənə kvadrat var, 4 vur 7. Onda bu 4 dənə də 28 olmalıdırsa, 7, 4, 8-i toplayıram, eləyir 19. 28 olması üçün 9 vahid çatışmır. Olur 28.